İnsanlar nəyə dəyər verir bir-birinə münasibətdə? Baxır görsün nə qədər səmimidir bu adam mənimlə. Nə qədər fədakardır mənim üçün. Fədakarlıqla ölçülür. Adam hiss eləyir ki, bu hara qədər mənim üçün fədakarlıq eləyər. Hiss eləyirsən. Nə qədər səmimidir və o bizim münasibətlərimizin meyarıdır. Bir-birimizə dəyər verməyimiz bunun əsasındadır. Adamlar var ya 100 dəfə deyir, sənə qurban olun, başına dönüm, görürsən ki, boş sözdür danışır. Öyrəşib, fikri başqa yerdədir. Fikri başqa yerdədir, öyrəşib bu sözləri deməyə hər çatana. Yalandan sözdür danışır. Hər qurban olum deyənə gərək inanmayasan. Münasibətlərdə ən önəmli məsələ qurban olumdur, səmimiyyətdir. Biz o insanları sevirik ki, bizə qarşı səmimidirlər.